Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi Bakıda 20 yaşlı Dərya Namaz qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb. Bəzi xəbər saytlarında Bakı şəhəri Səbail rayonu Hüseynov küçəsi 22 ünvanında ağır vəziyyətdə kliniki tibbi mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin qida zəhərlənməsi səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb. Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılır. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanlarının tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər. Agentlikdən bildirilib. Təbibdən isə qeyd olunub ki, iyunun 7-sində 20 yaşlı şəxs qadın cinsli qıcolma vəziyyətində kliniki tibbi mərkəzin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.